Bu da bizim qızlarımızın, günahsız xanımlarımızın, bu jurnalist xanımlarımızdır. Bu insanlar, qardaş, Azərbaycan xalqının sözünü çatdırıblar. Mehmanın sözünü deyiblər, qaziləri, şəhid ailələrinin, tərtər hadisələrinin, Akı, Nardaranın, hamısını işıqlandırıb bu qızlar, İsmaillah hadisəsini. Bu illəri bunlar zindandadır, mən səslənirəm, bu illər özünə, mən aktivistəm, mən siyasətçiyəm, zırt pırt. Haradasınız siz? Niyə bu qızlar zindandadır? Ne için? Niye bu hicablılar birileri zindandadır? Ay dindarlar, ay 17 rükət namaz kılanlar. Hardasınız? Ha? Siz bunlardan biraz dala kalırsınız. Yok. Siz bilirsiniz ki Allah var, Allah'a kurban olmalım. Siz Allah'tan korkmursunuz. Ne değil ki ilhamdan korktuğunuz kadar. Kardeş burada bilsen ne kadar adam olmalıydı? En az 1000, 2000, 3000, 4000. Berlinde bilsen ne kadar siyasetçiler var. Ne kadar siyasi gəlib oturum alanlar var. Haram olsun bunların əməyi sizə. Mesaj neyədir? İlham Əliyev. Azad et. Mehriban Əliyev. Sən də bir xanımsan. Sən də azad etməlisən. Sizin boynunuzun borcudur ki 15 xanım, 9 jurnalist, 6 inazlı xanım azad olunmalıdır biriləri. Qeyri şərtsiz.